Herkese selam, hər vaxtınız xeyir olsun. Kanalıma xoş gəlmisiniz. Bugün sizlərlə birlikdə Plakama PK775 tripodunun bir kutu açılışını etmək istəyirəm. Bu kiçik dəstənin içində çəkilişi rahatlaşdıracaq alətlər var. Düşünürəm ki, sadə amma keyfiyyətli video çəkmək istəyənlər üçün əla seçimdir. Əvvəla onu qeyd etmək istəyirəm ki, indiyə qədər videoları tripodsuz çəkirdim. Bəzən əsmələr olurdu və videonu yenidən çəkmək məcburiyyətində qalırdım. Həmçinin bu videonun özündə də tripoddan istifadə eləmədim. Kameranı yerləşdirdim və düşündüm ki, kamera yaxşı tam şəkildə çəkir, amma müəyyən yerlərdə görəcəksiniz ki, tam düşməyib. Bunun üçün yəni kusuruma baxmayın. Bundan sonraki videolarda artıq belə problemlərlə rastlaşmayacaqsınız. Bir balaca gördüyünüz bu tripod haqqında sizlərə məlumat vermək istəyirəm. Ayaqları elastikdir. İstənilən yerə rahatlıqla yerləşdirə bilərsiniz. Masa üstünə, çöldə, hətta bir yerə dolamaq istəyirsinizsə sözünüzə baxacaq. Dostlar, qeyd edeyim ki, videonu tək əllə çəkirəm deyə görüntü professional olmaya bilər. Gələk bu LED işığa. Boyuna baxmayın, işığı çox güclüdür. Parlaqlığı da ayarlana bilir. İstəyirsiniz yumşaq, istəyirsiniz tam parlaq. İş zamanı nə vaxt istəsəz işığı istədiyiniz səviyyəyə sala bilirsiniz. Quraşdırılması isə çox rahat. İstənilən kamera, istənilən telefon tripodun ölçüsünə uyğundur. Sadəcə diqqət eləməyiniz məqam odur ki, yerləşdirdikdən sonra yaxşıca sıxıb bağlayırsınız. Bəhs etmişdim. Burada kameranın necə durduğundan xəbərim yoxdur. Düşünürəm ki, tam şəkildə düşür, amma elə deyilmiş. Onun üçün dediyim kimi kusuruma baxmayın. İşığı da yerləşdirdikdən sonra sıra gəlir mikrofonu bağlamağa. Kamera əsməsin deyə bu hissəyə diqqət edin, yaxşıca bağlayın. Və bu da mikrofon. Ən çox bəyəndiyim hissə. Çünki səs yazısı və video üçün mikrofon çox önəmlidir. Dostlar, tripod haqqında video çəkib bunu qeyd eləməsəm sonradan özümü bağışlaya bilmərəm. Biz bu tripodu alanda düşünmüşdüm ki, mikrofon mənim telefonuma uyğun olacaq, lakin belə olmadı. Videoda gördüyünüz telefona uyğun oldu, onu da yoxladım. Yəni, tripod almağı düşünürsə, bu nüanslara mütləq diqqət yetirin. Diqqət elədinizsə, mikrofonun üzərində qoruyucu var. Bu qoruyucu sayəsində küləkli havada belə aydın, təmiz və rahat şəkildə səs yazacaqsınız. Fon səsləri çox olsa belə, əsas səs yerindədir. Bu da böyük bir üstünlükdür. Dostlar, qutunun içindən kiçik bluetoothlu pult da çıxdı. Kiçik pultun sayəsində kamera uzaqda olsa belə videonu başlatmaq və ya dayandırmaq artıq bir düymə məsafəsindədir. Məsafə demişkən, bu bluetoothlu pult 10 metr məsafəyə qədər işləyir. Kiçik dəstlə video çəkmək doğrudan da asanlaşır. Həm kompakt, həm keyfiyyətli. Hara getsəz yanınızda da daşımaq asandır, ağır deyil, böyük yer də tutmur. Siz də vloqlar çəkirsinizsə, bu tripod işinizi asanlaşdıracaq. Dostlar, diqqət yetirsəniz, videoda LED işığının otağa necə işıqlandığını göstərmək üçün otağın da işığını söndürdüm, kameranın da işığını söndürdüm. Unutmadan onu da qeyd edeyim ki, LED işıq 3 nazik daşla işləyir. Bugünlük bu qədər dostlar. Ümid edirəm ki, işinizə yarayacaq bir video oldu. Əgər videonu bəyəndinizsə, bəyən butonuna basmağı unutmayın. Fikirlərinizi şərhlərdə gözləyirəm. Abunə olmağı da unutmayın, çünki qarşıda maraqlı videolar gələcək. Yeni videolarda görüşənədək sağ olun, salamat qalın. Hələlik.